Salam, hörmətli izləyicilər. Siz heç bilirsiniz ki, uşağın hansı yaşına qədər valideynə nə qədər pul ödəməlidir və valideynin hansı güzəştləri var. Söhbət gedir ata və anadan. Anaya fərqli olaraq güzəş var, ataya fərqli olaraq. Ataya çox vaxtı, yəni ana olmadığı halda o güzəştləri verir. Anaya isə, hörmətli izləyicilər, hər zaman verir o güzəştlər. İndi bu barədə mən hüquqşünasları sayıcılara danışacağım. Əgər kiməsə maraqlısa videonun sonuna qədər izləsin. Qeyd edin ki, fərqli qaydadan məsləhət üçün mənim telefonum videonun izahı yerində YouTube kanalında qeyd olunub. Eyni zamanda YouTube kanalının şart bölməsində var. Və yəni keçən mövzuya. Hansı güzəştlər var? Birinci növbədə onu qeyd edin ki, hamilə qadınlar işlədiyi müddət həftədə 40 saat yox, 36 saat işləyə bilər, amma əmək haqqını tam ala bilər. Yəni, məsəl üçün 500 manat əmək haqqı alırsa, o halda 250 manat yox, 500 manat alacaq. Bundan əlavə, uşağın, belə deyək, yaş yarımına qədər böyüdürsə, o halda həmin güzəş şamil onu atana bir yerdə böyüdürdə. Əgər atasız böyüdürsə, Ahmet ona aidiyyəti yoxdur ya. Yəni, ata dünyasını dəyişibsə, həbsxanadadırsa, o halda, yəni ki, yenə 36 saat işləyə bilər. Yəni ki, yenə əmək haqqını alacaq, uşağın 3 yaşına qədər. Buna əlavə, analıq məzəliyyətinə çıxıbsa, uşağın 3 yaşına qədər və ondan bir sonraya qədər, yəni iş yerində attestasiya keçirirsə, o halda anaya şamil olunmur. Azaddır. Attestasiya imtahandan azaddır. Nəzərə alın. Əgər ailə az təminatlı ailədirsə, sosial yardım alırsa, o halda da uşağın 1 yaşına qədər əlavə 100 manat ala bilər. Və ya 5 uşağı varsa, indi hər hazırda parlament bunu 3 uşağı eləməsi, müzakirə gedir. Dediyim kimi 5 uşaq varsa və ya 5-dən çox uşağı varsa, hər uşağa görə əlavə 105 manat müavinət almalıdır. Eyni zamanda ana 5 uşağı varsa, vaxtından əvvəl pensiya çıxa bilər. 5 il. Nəzərə alın. Atasa həmin güzəştə o vaxtı malikdir ki, ana yoxdur, dünyasını dəyişib və ya uşaqlar atıb çıxıb gedib bir mühardadır və ya həbsxanadadır. Ata tək böyüdü uşaqlar. O halda ata da vaxtından əvvəl 5 il tez çıxa bilər. Eyni zamanda onu qeyd edin ki, öz təcrübə əsasən həm əlilliyi olan şəxs kimi, əlil arabasında olan şəxs kimi, eyni zamanda hüquqşünas kimi və əlil təşkilatı rəhbəri kimi, belə deyək də, əlilliyi qulluq edən şəxs qulluq edirsə, yəni o halda da əmək istəcək hesab olunur. Və onu da qeyd edin ki, birinci qrup əlillər valideynlər dünyasını dəyişibsə, daxil yoxdur, həmin şəxsin neçə yaşı varsa, atasının və ya anasının pensiyası ala bilər. Amma onu da qeyd edin ki, adi uşağı var. Atanın əgər pensiya yaşı gəlib çatmışsa, 18 yaşına qədər müavinət ala bilər. Amma ki, onu da qeyd edin ki, uşaq pensiyanı 18 yaşına qədər ala bilməz. Yalnız əlilliyi olan uşaq ala bilir. Eyni zamanda həyat yoldaşları ala bilir. Sosial yardımla bağlı onu demək istəyirəm ki, valideynlərdən biri uşağın 8 yaşı tamam olana qədər işləməyə bilər. Yeri gəlmiş ki, onu qeyd edin ki, hörmətli izləyicilər, mən deyilən bir video hazırladım. İnsanlar məcburdur ki, sosial yardım almaq üçün boşansınlar. Çox təəssüf ki, sosial yardım barədə qərarı qəbul olunub ki, yəni ata işləmirsə, ailə sosial yardım verir. Nənə baba varsa, pensiya almırsa, sosial yardım verilmir, pensiya al. Ona görə məcburdur insanlar boşansın ki, özünü tək ailə kimi təqdim edəsin. Çox təəssüf. Bu barədə video hazırlamışam. Video YouTube kanalında var. Adı gedir ki, insanlar sosial yardım alması məcburdur boşanmağa. Baxa bilərsiniz. Bir abırsızdır. Mənim şərtlər var ki, güzəştlər olmalıdır. Təəssüf ki, olmur. Yəni, belə deyək də, əlilliyi olan şəxslər nəzərə alınmalıdır. Amma olan pensiyası, müavinətləri ailənin ümumi gəlir kimi
hesabına. Çox təəssüf. Onu da qeyd edin ki, evli olan uşaq varsa, onun müavinəti, pensiyası anası alır. Ana olmadığı halda ata alır. Nəzərə alın. Dediyim kimi ətraflı məlumatı müraciət edə bilərsiniz. Mənim telefon nömrəmin videonun izahı yenə qeyd olunub. YouTube kanalına abunə olan şəxslər üçün telefonla hüquqi məsləhətin verilməsi 10 manatdır. Xahiş edirəm videonu bəyənib qoy hamı bilsin. Dəstək ola bir-birimizə. Qoy kanal inkişaf eləsin imkan daxilində. Diqqətinizə görə sağ olun. Sağ olun.